Salam əziz şagirdlər. Bugün mən sizə ümumiləşdirici tapşırıqlardakı sualların izahını verəcəm. Baxaq birinci suala. Şəkildəki fənərin elektrik dövrəsinin sxemi hansı variantda düzgün verilmişdir? Gəlin çəkək. Demək, əvvəlcə açardı. Açar baxırıq ki, açıq vəziyyətdədir. Bu cür çəkirik. Sonra lampanı çəkək. Lampa dairə içində ikisi çəkdik və bateriyadır. Bateriyada da 2 dənə qalvanik element var. Mənfi, müsbət. Mənfi balaca çəkilir, müsbət böyük. Sonra yenidən mənfi, müsbət. Bunları da birləşdirdik. Olacaq bu şəkildə. Yəni 1-də olacaq doğru cavab C variantı. Keçək ikinci suala. Azər lampaya birləşdirilmiş cihazlarla ölçmələr apardı. 2 dənə cihaz verilib. A variantında ampermetr, B variantında voltmetr. Bir də soruşur. A cihazının ölçü kəmiyyətin vahidi amperdir. Bəli, A cihazının ölçü kəmiyyət cərəyan şiddətidir. Cərəyan şiddətinin vahidi amperdir. B cihazının ölçü kəmiyyət gərginlikdir. Gərginlik vahidi də voltdur. 1 doğrudur. 2. A cihazının ölçü kəmiyyətin vahidi ohm. B cihazının isə voltdur. Yanlışdır. 3-də A cihazı dövrəyə ardıcıl, B cihazı isə paralel birləşdirilib. A cihazı ampermetrdə, ampermetr dövrəyə hər zaman ardıcıl, voltmetr isə hər zaman paralel birləşdirilir. Doğrudur. 4-də A cihazının göstəricisinin, yəni cərəyan şiddətinin, B cihazının göstəricisinə, yəni gərginliyə nisbəti müqavimətə bərabərdir. Yanlışdır. B cihazının göstəricisinin A cihazının göstəricinə nisbəti müqavimətə bərabərdir. Bu doğrudur. Deməli, doğrular oldu 1, 3 və 5. Keçək üçüncü suala. Dövrənin M hissəsindən keçən cərəyan şiddəti neçə amperdir? Budaqlanmayan hissədəki cərəyan şiddəti budaqlanan hissədəki cərəyan şiddətlərinin cəbri cəminə bərabərdir. I bərabərdir 3 amper, üstə gəlinsin 2 amper, bərabərdir 5 amperə. Keçək dördüncü suala. Şəkil 1-də verilmiş dövrənin A və B uclarına müxtəlif ölçülü mis naqillər birləşdirilir. Bu zaman lampanın parlaqlığı şəkil 2-də göstərildiyi kimi dəyişir. Lampanın parlaqlığı ilə naqillərin ölçüləri arasındakı uyğunluğu müəyyən edin. Şəkil 2-yə baxsaq, deməli 1-də parlaqlıq ən çoxdur. Parlaqlıq ən çoxdursa, deməli cərəyan şiddəti ən çoxdur. Bəs cərəyan şiddətindən müqavimət necə asılıdır? Tərs asılıdır. Cərəyan şiddəti çoxdursa da müqavimət ən az olmalıdır. Yəni ki, 1-də müqavimət ən kiçik olmalıdır. 2-də isə müqavimət ən böyük olmalıdır ki, parlaqlıq az olsun. Gəlin A, B və C hissələrdəki mis naqillərinin hər birinin müqavimətini ayrı-ayrılıqda tapaq. R A bərabərdir. Rho L 2L olur. Bölünsün S'dir. R B-də Rho 2L bölünsün 2S'dir. R C-də isə Rho L bölünsün S, 2S. Baxın, Rho L hamısında var da. Birincidə A-da sürətdə 2 qalır. İkincidə burada ixtisar gedir, belə 1 qalır. C-də isə 2-də 1 qalır. Deməli, baxın, şəkil 1-də parlaqlıq yüksək idi. Yəni, parlaqlıq çoxdursa da müqavimət ən az olanı götürməliyik. Müqavimət ən az olan hansıdır? 2, 1, 2-də 1. Ən kiçik olan 2-də 1-dir. Müqavimət ən azdırsa, deməli, parlaqlıq ən çoxdur. Demək, 1-ə uyğundur C. Sonra, ikincidə parlaqlıq ən azdırsa da, demək, burada müqavimət ən çoxdur. Ən çox müqavimət olan A-dadır. 2-də uyğundur A. 3-ə də uyğundur B. Keçək 5-ci suala. Şəkildəki dövrədə cərəyan mənbəyində qoşulmuş voltmetrin göstəricisi 12 voltdur. A variantında soruşur, lampalar dövrəyə necə birləşib? Şəkildən göründüyü kimi paralel.
B variantında lampaların gərginliyi tapın. Paralel birləşmədə gərginliklər bir-birinə bərabər olur. Hər ikisi 12 volt olacaq. Hər iki lampada. C variantında soruşur ki, hər bir lampadan keçən cərəyan şiddətini tapın. Cərəyan şiddətinin düsturu I bərabərdir. U bölünsün R olduğuna görə U gərginlikdir. Hər iki lampada 12-dir. Və birinci lampada müqavimət 3 olduğuna görə 3 yazırıq. 12-ni 3-ə bölsək 4 amper. İkincidə isə yenə ikinci lampada da gərginlik 12-dir. İkinci lampanın müqaviməti 6 olduğuna görə 12-yi 6-ya bölsək eləcək 2 amper. Deməli, birinci lampada oldu cərəyan şiddəti 4 amper, ikinci lampada oldu cərəyan şiddəti 2 amper. Keçək 6-cı suala. Reostatın sürgüsünü sağa sürüşdürsək, reostatımızı çəkək. Sürgü əvvəl buradadır. Deyir ki, sağa sürüşdürsək, yəni bura gətirsək. Baxın, əvvəl naqilin uzunluğu nə qədər idi? Uzunluq L bu qədər idi. Amma sağa sürüşdürəndə nə oldu? Uzunluq artdı. Uzunluq artdısa da düstura əsasən ρL bölünsün S-ə görə uzunluq artanda nə olur? Müqavimət də artır. Düz mütənasib olduğuna görə. Bizdən ampermetrin göstəricisini soruşur. Yəni cərəyan şiddətini tapmalıyıq. Cərəyan şiddətinlə müqavimət necə asılıdır? Tərs asılıdır. Müqavimət artdısa da cərəyan şiddəti azalacaq. Yəni ampermetrin göstərişi nə olar? Azalar. 7-ci sualda eyni cərəyan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca, baxın, say artsa nə olacaq? Müqavimət artacaq. Yenə I bərabərdir U bölünsün R-ə görə müqavimət artdısa cərəyan şiddəti azalacaq. Cərəyan şiddətinin azalması isə lampaların parlaqlığının azalması deməkdir. Doğru cavab olacaq B variantı. Deməli, 7-ci sualda oldu cavab B. Keçək 8-ci suala. Yolları işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə necə birləşdirilir? Paralel birləşdirilir. Ardıca birləşərsə, əgər biri sıradan çıxarsa, onda bütün lampalar sönər. 9-cu sualda şəkildəki dövrədə ampermetrin göstəricisi, yəni cərəyan şiddəti 0,5 amper olarsa, voltmetrin göstəricisini, yəni gərginliyi tapmalıyıq. Gərginliyin düsturu I vurulsun R olduğuna görə bu bərabərdir. Cərəyan şiddəti 0,5-dir. Müqavimət də verilib 1-dir. 0,5-i də 1-ə vursaq eləyəcək 0,5 vahiddə nədir? Volt. 0,5 volt. Keçək 10-cu suala. 10-cu sualda dövrələrə birləşdirilən mis və alüminium naqillərin en kəskin sahəsi və uzunluğu bərabərdir. Eyni lampadan və cərəyan mənbəyindən istifadə olunduqda hansı naqilin daha yaxşı keçirici olduğunu necə müəyyən etmək olar? Naqilin keçirici yaxşı olması üçün onun müqaviməti az olmalıdır. Misin müqaviməti alüminiumun müqavimətinin az olduğuna görə deməli misdə keçiriciliyi daha yaxşıdır. Demək doğru cavab olacaq mis naqil.